Əziz müəllimlər, xoş gördük hər birinizi. Axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Tamam müəllim, axşamınız xeyir. Xoş gördük hər birinizi, əziz müəllimlər. Müəllimlərimiz, bugün sizinlə mövzumuz Piaget nəzəriyyəsinin sual-cavabı olacaq. Gəlin başlayaq dərsimizə Aliyə müəlliməmizlə. Axşamınız xeyir olsun Könül müəllimə. Bir də xoş. Digər müəllimlərdən salamlayıram. Bir də xoş gördük Buyurun. sizi, xeyirli uğurlu olsun. Axşamınız xeyir. Müəlliməmiz, əvvəlcə qeyd edək ki, Piaget nəyin tərəfdarı idi? Piaget deyirdi ki, uşaqlar kəşf etsin, araşdırsın, Aha. özü müstəqil öyrənsin. İnformasiyanı deyirdi siz verməyin də. Birinci uşağın özü kəşf etməlidir, öyrənməlidir. Bəli, onda Piaget uşağın informasiyanı hazır şəkildə verilməsinin tərəfdarı deyildi. Deyirdi özü Bəli. müstəqil şəkildə kəşf edərək öyrənsin. Doğrudurmu? Ay, sağ Bəli. ol. Ona görə də biz Piaget'in sosial inkişaf nəzəriyyəsi qeyd edirik, yoxsa idraki inkişaf və yaxud da Xeyr, zehni inkişaf? İdrak, zehni Ay, inkişaf, sağ ol. kognitiv. Bu üçü də eyni mənanı kəsb Anlaşıldı. edir. Ay, Hə, sağ ol. sosial ümumiyyət deyil. Sosial, bəli. Piaget Sosial. aid deyildi. Piaget'e Bəli. görə zehin birinci gəlir, yoxsa öyrənmə? Birinci zehin gəlir. Öyrənmə sonradır, zehindən sonra. Aha. Yəni Piaget ilə Ay, söyləyir. sağ. Piaget deyirdi ki, yəni uşağın birinci anlaması, qavraması, idrak nədir? Beyinlə bağlıdır, düzdürmü? Beyinlə Bəli, bağlıdır. təfəkkürü Bəli. olmalıdır ki, deyir, o kəşf etsin, daha sonra deyir onun öyrənməsi baş versin. Düzdür? Bəli. Buna əsaslanaraq biz qeyd edirdik ki, Piaget nəzəriyyəmizdə nitqin rolu minimaldır, yoxsa maksimaldır? Minimaldır. Nitqin rolu minimaldır. Ay, sağ ol, doğrudur. Piaget uşaqların inkişafını hansı mərhələlərə ayırmışdır? 4 mərhələyə bölürdü. 0-2 yaş, hissi hərəki, sensor motor da deyilir. İkinci 2-7 yaş, bir dəqiqə, ilkin əməliyyat öncə. Bəli. Üçüncü konkret adı yox idi, 7-11 yaş. Formalda isə 11-12 pilus, ikinci adı mücərrəd Aferin, söyləmişdik. doğrudur. Piaget'in hansı mərhələsindəki uşaqları hər cür təşvişdən uzaq tutmaq lazımdır? Körpəlik, 0-2 yaşda Aha, təşvişdən, bəli. heyecandan qorumalıyıq. Düzdür. Onları daim biz maraqda saxlamalıyıq. Bəli, diqqətdə saxlamalıyıq, doğrudur. Bəli. Piaget'in hansı mərhələsindəki uşaqlarda səs bulaşması olur? Elə o da körpəlikdə 0-2 yaşda 9 ayına qədər uşaqlar əşyanın mövcudluğunu Yox, o dərk əşya eləmir. davamlığıdır. Səs bulaşması demişdim, adətən iki uşaqlarda olur. Biri ağlayır, digəri də onun Hə, biri səsi ağlayırsa digəri də reaksiya ağlayır. verir. Ay, sağ ol. Səslər bir-birinə qarışır və ona görə deyirik səs bulaşmasıdır. Az öncə demək istədiyiniz əşya davamlığıdır ki, bəli, davam Əşya edin. davamlığı. Aha. 9 ayına qədər uşaq əşyanın mövcudluğunu dərk etmir. Amma 1 yaşdan sonra əşyanın mövcudluğunu dərk edir. Əgər Gözündən əşya yerə düşsə düşürsə, belə, aha. bəli, qarşısınca baxır ki, onu kimsə ona Ay, çatdırsın, sağ ol, deyirsin. doğrudur. Ağlayaraq əldə etməyə çalışır. Körpəlik Bəli. sözü olur. Piaget'in hansı mərhələsindəki uşaqlarda körpəlik? 0-2 yaş, hissi hərəkət, Ay, səs sağ ol, sormaq. doğrudur. Hansı mərhələnin uşaqları məntiqi əlaqəni anlamır, məlumatı şüurlu şəkildə dərk etmir? Bəli. İlkin əməlidə, əməliyyat öncəsinə bu dövrdə məntiq olmur, şuurlu şəkildə düşünə bilmirlər. Aha. Çünki uşaqlarda ancaq nə görürlərsə informasiyanı özlərindən bağlı bilirlər də. Deyirlər mən obraz formalaşır, egosentrizm. Bəli, bəli, doğrudur müəllimə. Egosentrik düşüncə, mən anlayışında olurlar və bu dediklərinizə əsasən burada deyə bilərikmi uşaqlar öz təcrübələrinə etibar edirlər ilkin əməli mərhələdə? İlkin əməlidə öz təcrübələri, özlərinin elədiyinə, yəni ki, inanırlar. Amma Aha. formalda bunun əksidir. Aha. Demək onda dediklərinizə əsasən deyirəm təcrübələrinə etibar edirlər. Məsələn, Bəli. belə bir nümunə çəkim ki, deyirəm ki, uşağın məsələn gördüyünə əsasən belə bir fikir formalaşır ki, ən hündür insan yaşlı insandır. Bu fikirdə niyə formalaşır? Yəni qarşısına bir yaşlı, bir də hündürboy uzun insan qoyursan, oldu mu? O fikirləşir ki, ən hündür insan yaşlı insan. Amma yaşlı insanı görüb yaşlı demir. Hündür olanı yaşlı olaraq göstərir. Səbəb nədir?
onları daha böyük gördüyü kimi Aha. məncə. Çünki öz Onlar təcrübəsinə etibar edir. Onlarda hələ məntiq olmur, həddən artıq ümumiləşdirmə aparır. Bir xüsusiyyətinə görə nəticə çıxardır. Yəni sən məsələn hansısa tutaq nümunə çəkmisən hansı bir məsələyə, obyektə, orada düşünüb ki, ən hündür olan, ən böyük olan yəqin ki, ən yaşlısıdır. Oldu mu? Bu şəkildədir. Yəni dərk etmirlər ki, boyca hündür. Ay sağ ol, Ancaq bəli. Boyca hündürdür, biz ona yaşlı deyə bilmərik. Oldu mu? Yəni bu görkəminə baxmır. Böyük, Bəli. böyükdür, yəni deyirik ki, elə yaşlısı da budur. Bu mənada başa düşdüyü üçün deyirik ki, burada uşaqların məntiqi olmadığı üçün belə bir fikir yürüdürlər. Bir xüsusiyyətinə görə nəticə çıxartdıqları üçün belə bir fikir yürüdürlər. Yaxşı. Hansı mərhələnin uşaqlarında artıq məntiq inkişaf edir? 7-11 yaş konkretdə. Ay sağ ol. Artıq onlar- Konkret əməl mərhələdə artıq Çünki məntiqi təfəkkür yürüdürlər, fikir yürüdürlər, doğrudur. mühakimə Aha. başlayır onlarda. Düzdür. Mühakimədə demişdik. Hansı yerə mühakimələrdir, onu qeyd edək. İnduksiya, deduksiya, induksiya xüsusidən ümumiyə, deduksiya ümumidən xüsusiyə, konkretdə də ki induksiyadır. İnduksiya baş verir. Ay sağ ol, uşağın induktiv düşünməsidir. Deyirəm ki, hər cür cinayət qanun pozuntusudur. Oğurluq işi də cinayətdir. Deməli, oğurluq işi də qanun pozuntusudur. Bu hansı Bəli. mühakimədir? Hər Onlar cür, diqqətli olaq. birdir. Hər cür cinayət qanun pozuntusudur. Bax, yəni cinayətlərin hamısı da. Sonra deyirəm ki, deməli, ay uşaqlar, oğurluq işi də cinayətdir. Nümunə çıxartdım. Ümumidən xüsusiyə Ay sağ ol, keçirik. ümumidən gəldim də, bəli. Yəni orada Onda bir olacaq söz gedir. deduktiv. Özünüz deyirsiniz ki, xüsusidən ümumiyə müəllimə induksiyadır. Ümumidən xüsusiyə desəm, bu deduksiyadır. Düzdürmü? Bəli. İndi deyirəm Bəli. ki, indi ikinci mühakiməyə baxın. İmtahanları uğurla vermək üçün çoxlu oxumaq lazımdır. Ayseldə imtahan verəcək. Deməli, Aysel də çoxlu kitab oxumalıdır. Bu hansı mühakimədir? Deduktiv. Yenə də deduksiyadır. Çünki ümumidən xüsusiyə gəldik. Düzdürmü? Bəli. İmtahanları uğurla vermək üçün İmtahan qeyd elədim də. verilirsə, Elədir. Ay sağ ol. Bəli, Ay bəli. sağ ol. Yaxşı. Piagetin hansı mərhələsindəki uşaqlar ümumiləşdirməni yaxşı aparır? Ümumiləşdirməni yaxşı aparır konkretdə, amma həddən artıq o ilkində idi. Ay sağ Amma ol. yaxşı aparmaq konkret idi. Düzdür. Yaxşı, hansı mərhələnin uşaqları qeyri-ixtiyarı necə gəldi puzzle yığır? İlkində. Ay sağ Sxemlərə ol. baxmır. Çünki fikirləşmir də, məntiq yoxdur. Onlar axı səbirsiz olur, istəyirlər elə tez bitirib Ay qalib sağ, gəlsin. hədəfə çatsınlar, məqsədə çatmaq istəyirlər Bəli. sürətli şəkildə. Bəli. Səbirsiz olurlar, ona görə də baxmırlar heç bir sxemə belə deyək, çərçivəyə deyək, düzdürmü? Və plansız şəkildə Bəli. qruplaşdırmağa başlayırlar. Amma desəm ki, Bəli. hansı mərhələnin uşaqları qaydaya Formalda. baxır, puzzle yığır, qaydaya baxır. Çünki onlar formaldadır, sxemli olur, planlı olur. Ay sağ ol. Artıq onlar təcrübəyə etibar etmir, ancaq qayda qanunla Bəli. baxırlar sxemə, Artıq biz puzzleları böyük qururlar. insanlar, yəni bizlər artıq belə bir nümunə görəndə istəyirik ki, hansısa bir nümunəyə baxaq və onu düzəltməyə çalışaq ki, düzdürmü? Və tezdən nəticə əldə edək. Bəli, hədəfə baxırıq, işimizi görürük. Yaxşı, bir də deyin görüm hansı mərhələnin uşaqlar abstrakt düşünməyə başlayır? Başlayırsa, yəni təməl qoyulur da bu konkretdə. Ay sağ ol. Amma desəydim ki, abstrakt düşünür. Onda olacaqdı formalda. Ay sağ ol. Düzdürmü? Onda olacaqdı formalda. Doğrudur. Təşəkkür edirəm Bəli. sizə. Çox sağ olun. Siz sağ olun, mənə Allah razı olsun. Çox sağ olun. Davam edək Zöhrə müəlliməmizlə. Axşamınız xeyir müəllimə, necəsiz? Xoş gördük. Təşəkkür edirəm Zöhrə müəllimə. Yaxşı olasınız. Çox sağ olun. Siz bizə deyin, Piaget nəyin tərəfdarı idi? Piaget müstəqil öyrənmənin tərəfdarı idi. Piaget görə deyirdi ki,
Əgər uşaqların öyrənməyini istəyirsinizsə, informasiya birbaşa uşaqlara ötürməklə deyil, ətraf aləmi müstəqil öyrənməklə, kəşf etməklə dərk Ay sağ ol. etsinlər. Aha. Əgər uşağa nəyisə öyrətmək istəyirsənsə, ona kitablardan deyil, daha çox tətbiq etməklə öyrətsən, daha yaxşı uşaqlar öyrənərlər. Aha, ona görə də belə bir fikir deyim. Yəni uşaqlar ətraf aləmi kəşf edən bir tədqiqatçıdır. Kim deyirdi? Hansı alim deyirdi onu? Piaget. Ay sağ ol. Kəşf edən Aha. Piaget'ə görə nitqin rolu minimaldır. Bir də o birinci zehni inkişafı deyirdi, önəmli bilirdi də. Birinci idrak gəlir, sonra deyir uşağın öyrənməsi baş verirdi. Düzdür müəllimə, doğrudur. Yaxşı. Piaget dedi uşaqların inkişafını neçə mərhələyə ayırdı? Piaget uşaqların inkişafını 4 mərhələyə ayırdı. Hissə hərəki mərhələ, buna sensormotor mərhələ də deyilir. 0-2 yaş əhatə edir. İlkin əməli mərhələ, ikinci adı əməliyyat öncəsi, 2-7 yaş əhatə edir. Ay sağ ol. Konkret əməli mərhələ, ikinci adı yoxdur. 7-11 yaş əhatə edir. Formal əməli mücərrəd əməliyyatlar mərhələsi də deyilir. Doğrudur. 11-12 yaş üstünü əhatə edir. Ay sağ ol, doğrudur. İndi siz bizə deyin, hansı mərhələnin uşaqları həyatı oyunlarla dərk edir? İlkin əməli mərhələdə, ikinci mərhələdə. Ay sağ ol, düzdür. Hansı mərhələnin uşaqları informasiyanı gördükləri kimi qəbul edir? O da ilkin əməli mərhələdədir. Ay sağ ol. Bəs hansı mərhələnin uşaqlarında nitq inkişaf edir, dil inkişaf edir? O da ilkin əməli mərhələdə. Aha, bəs körpəlik sözü olur? Körpəlik sözü hissə hərəki mərhələdə. Hissə hərəki. Aha. Səs dolaşması olur, əşya davamlılığı olur, Ay, əşyalara manipulyasiya edərək, reflekslərlə, hisslərlə öyrənirlər. Aysa, həyata reaksiyalar, reflekslər, hisslər dedikdə, yəni müəyyən səslərə reaksiya verirlər, insanların hərəkətlərinə, emosiyalarına, düzdür, müəyyən mimikalarla, reaksiya verirlər. Bəli, reaksiya verirlər. Hansı mərhələnin uşaqları dedik ki, əşyalarla manipulyasiya edir? Bu da körpəlik sensormotor mərhələdədir. Hissi hərəki. Qeyd edirəm ki, müəllimlər, testlərdə qarşınıza hissi əməli deyə də çıxacaq. Hissi, hətta bu MİQ imtahanında salınmışdı. Hissi əməli yoxdur. Hissi hərəki var. Oldu mu? Onu bizim yanıltmaq üçün verirlər variantlarda. Biz onu hissi hərəki olaraq öyrəndik. Düzdür? Hissi əməli yoxdur. İlkin əməli var, konkret əməli var, formal əməli var, amma hissi əməli yoxdur. Aysa, hissi hərəki var, digər adı da sensor motordur. Əgər variantlarda hissi hərəki olmasa, digər adını sensor motor olaraq götürə bilərsiniz. Amma hissi əməlini götürə bilmərsiniz. O yanlışdır, yanıltmaq üçündür. Sonra, hansı mərhələnin uşaqlar deyirik ki, məntiqi təfəkkür daha yaxşı inkişaf edir? Hansı mərhələnin uşaqlarında? Məntiqi təfəkkür konkret əməldə də məntiqi düşünməyə başlayırlar. Bəs tənqidi təfəkkür hansı mərhələdə olur? Tənqidi təfəkkür formal əməli mərhələdə. Doğrudur. Yaxşı. Bu tənqidi təfəkkür dedikdə nə demək istəyirik? Sadə dillə deyə bilərsinizmi bizə öz sözlərinizlə? Tənqidi təfəkkür əsaslandırır, sübutlar gətirir, arqumentlər gətirir. Düzdür, bəli. Yəni hansısa mən obyekt əşya haqqında məsələn deyirsən ki, uşağa fikir yürüt. Nağıl danışmısansa deyirsən ki, qəhrəmanınız haqqında fikir yürüt. Niyə görə o pis obraz idi? Aysa, niyə görə müsbət obraz idi? Aysa, bu şəkildə uşaqlar öz fikrini əsaslandırmasını, sübutlar gətirməsini istəyirsən. Bu uşağın tənqidi təfəkkürünü inkişaf etdirir. Proaktiv suallara cavab axtarır. Hansı mərhələnin uşaqları? Bu da formal əməli mərhələdə. Aha. Əziz müəllimlər, proaktiv dedikdə mübahisəli suallar qeyd etmək istəyirəm. Mübahisəlidir. Hansı mərhələnin uşaqları qaydadan nümunə çıxarır? Qaydadan nümunə. Qaydadan nümunə formal əməli mərhələdədir. Aysa, qeyd eləmişdir müəllimlər. Yenə də deyirəm, harda qayda sözünü görürsünüz, biz onu formal əməli mərhələyə götürürük. Dedik ki, hansı mərhələnin uşaqları qruplaşdırmalar edir? Rənginə görə, formasına görə, həcminə görə. Konkret əməli mərhələdə qruplaşdırmalar edir, amma ilkin əməli mərhələdə tək tərəfli qruplaşdırır. Aha, yəni müəllimimiz qeyd etmək istəyir ki, bir xüsusiyyətinə görə, yəni testlərdə sizə vurğulasa ki, bəli, məsələn, uşağa deyirsən ki, qırmızı topu səbətə at, o bir dənə xüsusiyyət. Amma bir deyirəm ki, böyük qırmızı topu səbətə at, artıq 2-3 xüsusiyyəti olur da. Ona görə də biz burada deyirik ki, bir neçə olur. Amma bir dənə xüsusiyyət olanda,
Oldu mu? Yəni O orada ilkin mütləq əməlli şəkildə mərhələdir. testdə sizə vurğulayacaq ki, tək xüsusiyyətinə görə bu halda ilkin götürürsən. Əgər vurğulanmırsa o sözü, qalan bütün hallarda konkret əməl olaraq biz ona qeyd edirik. Düzdürmü? Bəli. Ay, sağ ol. Uşaq bir dəfə isti çaydanaya toxunub əlini yandırır. İndi əlini digər deyək də əşyalara toxundurmur ki, əlim yanacaq. Uşağın bu cür şəkildə düşünməsinin səbəbi nədir? İlkin əməli mərhələdə məntiqi düşünmür, həddən artıq ümumiləşdirmə Aha, edir, bəli, bəli. təcrübələrinə etibar edirlər. Düzdür, bəli, müəlliməmiz. Kimlər beynində hesablama edir? Hansı mərhələnin uşaqları? Beynində hesablama edən konkret əməli mərhələdədir. Bəs sürətli hesablama edən? Sürətli formal əməli mərhələdə barmaqlarla hesablayır ilkin əməli mərhələdə. Aysa, animizm nədir? Aminizm canlı və cansızı qarışdırır. Hansı mərhələdə qarışdırırlar onlar? İlkin əməli mərhələdə qarışdırır, konkret əməli mərhələdə artıq ayrılırlar, Ay, sağ ol. fərqləndirirlər. İstəyirəm gəlin assimilasiyanın, akkomodasiyanın izahını verə, özünüz sadə dildə. Necə başa düşmürsünüz elə? Assimilasiya yeni məlumatı alır, köhnə məlumatı əlavə edir. Məsələn, uşaq əvvəl balığı da görür, balıq deyir, balina da görür, Aysa, balina hələ deyir. ki məlumatları qarışdırır. Amma akkomodasiya mərhələsində, yəni yeni məlumatı alır, köhnə məlumatla fərqləndirir onu, uyğunlaşdırır daha Aysa, doğrusu. uyğunlaşdırmaq açar sözüdür, bəli. Balinaya artıq balıq demir, balina deyir. Və yaxud da Aysa. atı görürsə, zebranı da görürsə, ata at deyir, zebraya zebra deyir, Zebra yaxud da deyir. akkomodasiya. Və yaxud da demişdim ki, quşların hamısına quş deyirdisə, Bəli, indi deyir bu quş göyərçindir, bu deyir. qaranquşdur, bu sərçədir, Bəli. düzdürmü? Hamısını artıq Fərqləndirir. fərqləndirir də, yəni növünə görə fərqləndirir, qruplaşdırır, rənginə görə, formasına görə. Çünki artıq uşaq qruplaşdırmağı bacarır. Bu isə akkomodasiyadır. İstəyirəm gəlin indi bir dənə də nümunə verək mühakiməmizdən. Deyirəm ki, biri təzə alınmış kitabları rəfdə saxlayır. Əli və Nino kitabı da rəfdədir. Deməli, Əli və Nino kitabını da təzə almısan. Bir daha deyirəm. Biri təzə alınmış kitabları rəfdə saxlayır. Oldu mu? Əli və Nino kitabı da deyirəm rəfdədir. Deməli, Əli və Nino kitabını da təzə almış. Bu deduktivdir də, qayda deyir, sonra sadalayır. Demək müəllimlər, burada biri təzə alınmış kitabları dedim. Kitablar çoxdur, təzə alınmış kitablar çoxdur. Bunlardan biri də Əli və Nino kitabı idi. Düzdürmü? Deməli deyirəm ki, Əli və Nino kitabı da rəfdədir. Ümumidən xüsusiyə gəldi və deduktiv düşünmədir. Deduktiv düşünmədə Piaget'in hansı mərhələsində oldu? Formal əməli mərhələdə. Bəli, düzdür. Durna qışda isti ölkələrə uçur. Leylək də qışda isti ölkələrə uçur. Bəzi quşlar köçəri olur, isti ölkələrə uçur. Bu hansı mühakimədir? Bu induktivdir, xüsusidən ümumiyə. Aha, bəli. Çünki burada birinci sadaladım, sonra nəticəyə gəldim. Doğrudur. Aysa. Deyir induksiyadır. Induksiyada biz qeyd eləmişdik ki, xüsusidə ümumiyyədir. Düzdürmü? Bəli. Aha. Amma ümumidən xüsusiyə hansı oldu? O formal əməli mərhələdə deduktiv. Deduksiya. Bəli, doğrudur. Bir də deyin görüm hansı mərhələnin uşaqları abstrakt düşünür? Abstrakt düşünür formal əməli mərhələdədir. Abstrakt düşünməyə başlayır konkret əməli Demək, orada mərhələdədir. mütləq testdə diqqət edəcəksiniz. Başlayır deyirsə təməli qoyulmaqdır. Abstrakt da mücərrəd düşünmə deməkdir. Bu olur konkretdə. Amma düşünür deyirəmsə, artıq düşünür da, yəni Formal formalaşmış anlayışındadır. Oldu mu? Biz onu qoyuruq formal əməli mərhələyə. Düzdür müəlliməmiz. Hipotetik düşünmə nədir? Hipotetik düşünmə məntiqi düşünmədir də. Uşaqlar məntiqi düşünürlər. Hipotetik düşünmə özünü başqası ilə müqayisə Özünü etməkdir. başqası ilə müqayisə edir. Bəli, Ay, bəli. sağ ol, bəli. Qarşı tərəfdən, məsələn, nümunə çəkirdim, məsələn, filan kəsin uşağı deyirəm, qalib gəldir, ana sən də məni qoysaydın o dərslərə, mən də qalib gələ bilərdim bu şəkillərdə. Özünü başqası ilə müqayisə etmədir. Bu hipotetik düşünmə deyilir, formal əməli mərhələdə. O formal əməlin digər adı nə oldu müəlliməmiz? Mücərrəd əməliyyatlar mərhələsi. Ay, sağ ol, mücərrəd əməliyyatlar mərhələsi. Doğrudur. Təşəkkür edirəm sizə də. Çox sağ olun. Sağ olun müəllimə. Yeganə müəlliməmiz, təşəkkür edirəm. Yeganə müəlliməmiz. Yeganə Qarayeva adlı Qoşdan müəlliməmiz. Yeganə müəlliməmiz burada deyilsə, nəzakət müəlliməmiz səsini açsın, zəhmət olmazsa. Axşamınız xeyir müəllimə.
Hər vaxtınız xeyir olsun. Xoş gördük sizi bir daha. Demək, əziz müəlliməmiz, başlayaq. Əvvəlcə qeyd edək ki, Piaget kognitiv inkişaf nəzəriyyəsidir, yoxsa sosial inkişaf nəzəriyyəsidir? Kognitivdir. Piaget informasiya verərək öyrənməsinin tərəfdarıdır uşaqların, yoxsa kəşf edərək? Kəşf edərək. Demək, testlərdə kəşf sözünü görən kimi, müstəqil öyrənməni görən kimi, düzdürmü? Axtarıcılıq, tədqiqatçılıq görən kimi biz biləcəyik ki, söhbət Piaget nəzəriyyəsindən gedir. Dedik ki, Piaget görə nitqin rolu minimaldır, yoxsa maksimaldır? Minimaldır. Minimaldır. Çünki o informasiyanın hazır şəkildə verilməsinin tərəfdarı deyildi, düzdürmü? Bəli, kəşf edərək, öyrənərək, yəni Hansı alim qeyd edirdi? Uşaqların deyir, hər hansı bir fəaliyyəti yerinə yetirməsi deyir, kitablarda oxuduqlarından deyir, daha faydalıdır. Hansı alim qeyd edirdi bunu? O bilmirəm. Piaget qeyd edirdi də. Çünki deyir ki, uşaqların deyir, hər hansı fəaliyyəti yerinə yetirməsi kitablarda oxumaqdan daha faydalıdır da. Çünki istəmirdi informasiyanı kitabdan alsın. Deyirdi ki, qoy onun əvəzinə fəaliyyətdə icra etsin. Necə ki, bax deyirəm, ağacın əkilməsini bir var kitabdan oxuyaraq öyrənsin. Bir də var ki, verirsən uşağı ağacını əlinə ki, gelsin ağac əksin özü. Oldu mu? Yəni, özü fəaliyyətdə icra etsin. Bir də var informasiya alsın başqasından. Düzdürmü? Bir var deyim ki, maşın bu hissələrdən ibarətdir. Və Bir də özü. Ay, sağ ol. Bəli, fəaliyyətdə öyrənir də uşağımız. Doğrudur mu? Qabaqda, hə. Ay, ona görə də sizə deyəndə ki, kim deyir, yəni uşağın fəaliyyətdə öyrənməsinin tərəfdarıdır, kitabda oxumaqlarından yox. Oldu mu? Bu Piaget idi. Yaxşı, Piaget dedi uşaqların inkişafını hansı mərhələlərə ayırdı? 4 mərhələyə ayırmışdı. Birinci 0-2 yaş, hərəkki, ikinci adda sensor motor mərhələ, ikinci 2-7 yaş, ilkin əməli mərhələ, əməliyyat öncəsi. Üçüncü 7-11 yaş, konkret əməl, buna ikinci addır. Dördüncü də formal əməli mərhələ. Ay, sağ ol. 11-12 yaş üstü. Üstüdür də, yuxarı olan nəzərdə tutulur. Dedik ki, hansı mərhələnin uşaqları müəllimə həyati hisslərlə, reaksiyalarla, reflekslərlə dərk edirlər, öyrənirlər? Birinci, hissi hərəkət. Ay, sağ ol. Bir adı desəz yetərlidir. Bildim ki, bilirsiniz ki, ikinci adı sensor motor mərhələdir. Hansı mərhələnin uşaqlarını biz qorxudan, həyəcandan, təşvişdən uzaq tuturuq? Elə birinci də hiss hərəkəti. Ay, sağ ol, doğrudur müəllimə. Hansı mərhələnin uşaqları birdən 10-a kimi saya bilir, amma ondan geriyə saya bilmir? Hətta qeyd eləmişdim ki, onun adı termincə intuitiv düşünmə. Demişdim, dəftərinizdə qeyd edin, intuitiv. Yəni, uşağın geriyə saya bilməməsi. Hansı mərhələdədir bu? Təf eləmirəmsə, ikinci mərhələdədir. Aha, düz deyirsiniz. İlkin əməli mərhələdə. Düzdür, hər halda hissi hərəkətə saymağı bacarmayacaq. İlkin əməldə öyrənəcək saymağı. Onu birdən 10-a kimi, amma deyir ondan geriyə saya bilmir. Düzdürmü? Bəli. Aha. Hansı mərhələnin uşaqlar deyir, başqalarının deyir, yanaşmalarının fərqinə varmır. Bütün prosesin mərkəzində özlərini görürlər. Oyunlar bu mərhələdə ön plandadır. O, mən kompresiyası olan 3-4 yaşlı uşaqlarda. Aha, yenə də ilkin əməlidədirmi? İkinci mərhələdə. Ay, sağ ol. İlkin əməli mərhələdən söhbət gedir. Doğrudur. İlkin əməli mərhələdə oyun uşaqların həyatına müstəsna əhəmiyyətə malikdir. Çünki keçən dəfə dərsimizdə izah eləyəndə qeyd elədim ki, hansı ki biz məktəbə qədər dövrünü, 1-6 yaş dövrü qeyd edirik, ilkin əməli mərhələlə üst-üstə düşür. Burada da sadəcə 2-7 yaş. Düzdürmü? Bəli. Ay, üst-üstə düşür. Yaxşı. Hansı mərhələnin uşaqları deyirəm ki, evdə telefon zəngi çalır, həmin dəqiqədə qapının zəngi çalır. Elə bilir ki, bu zənglər bir-birilə bağlıdır. Həmişə də eyni anda baş verir. Sizcə bu şəkildə düşünən uşaq Piaget'in hansı mərhələsindədir? İkinci. Yenə də ilkin əməl. Və yaxud da ki, burada şəhərdə yaşayır, kənddə olan babası ilə danışır. Deyir ki, baba bizdə yağış yağır, sizdə də yağış yağır. Bu şəkildə düşünən uşaq hələ, bəli, yenə də ilkin əməldir. Səbəb də bilirsiniz nədir?
elə bilir ki, Məntiq burada olmur da, çünki onlar məntiq olmur. Məntiqsiz danışır, düşünmür. məntiqi düşünə bilmir. Düzdürmü? Həddən artıq ümumiləşdirmə edir. Ümumiləşdirir də bütün məsələləri ümumiləşdirir. Oldu mu? Aha. Bəli. Yaxşı. Egosentrik düşüncə nədir? Ego düşündürücü mən anlayışıdır da, mənəmlik. Aha. Elə ki, uşaq öyrədirsən uşağı saymağı 1-dən 5-ə qədər, deyirsən 1, 2, 3, 4, 5, deyirsən Aha. say, Aha. ayır, hansısa birini demir. Aha. Deməyəndə ki, məsələn 3-ü demədim, 1, 2, 4, 5 dedin. Ay sağ ol. O sübut eləmək olmur ki, səhv eləyib da. Ay sağ ol, yanlış etmişsən. Hə. Ay Mən sağ ol, deyən- düzdür. Bəli, bəli. Öz bildiklərini əsas bilirlər, başqalarının mövqeylərini qəbul etmirlər. Hətta biz buna Piaget'də terminlərimiz vardı. Sentrasiya, desentrasiya qrupa yönləndirmişdim Piaget'in terminlərindən. Sentrasiya baxın ingilis sözündən gəlib, center mərkəz deməkdir. Yəni uşaq özünü mərkəzdə görür, öz fikrini əsas bilir, yəni ki, öncəlik olardı, başqasının fikrini qəbul edə bilmir. Elə düşünür ki, elə mən bilən doğrudur. Oldu mu? Məsələn, deyirəm ki, tutaq ki, uşağın ad günündə tort almısınız, uşaq tortu üfləyib. Adi gündə də tort alırsınız, uşağı başa sala bilmirsiniz ki, tortu məsələn biz qonaq gedirik, ora üçün almış, uşaq düşünür ki, yenə də mən şamın, yəni tortun üzərinə qoymalıyam, üfləməliyəm. Yəni onu bu cür şəkildə təsəvvür edir, yəni düşünür ki, yəni tort mənim üçün alınıb, düzdürmü? Öz bildiyi. Yəni belə inadkarcasına bunu etmək istəyir, düzdür? Yəni biz doğru yol göstərsək də. Buna egosentrik düşüncə deyirik, mənəm deyirik, düzdürmü? Özlərini mərkəzdə görürlər, sentrasiya. Bir də var idi ki, müəllimə, desentrasiya. Sentrasiyanın əvvəlinə D artırıq olur desentrasiya. Burada artıq uşaq başqasının mövqeyini qəbul edir. Yəni başqasının fikirlərini qəbul edir. Oldu mu? Siz ona doğru yol göstərəndə sizi anlayışla qəbul edir. Oldu mu? Yəni sizin fikirlərinizə hörmət edir. Amma sentrasiyada isə yox. Yalnız öz fikrinə əsas tutur. Oldu mu? Yaxşı. Bir də deyin görə animizm nə oldu və hansı mərhələdə baş verir bu? Animizm canlı ilə Aha, düz deyirsiniz. Aha. Qarışdırmasıydı. Məsələn, nümunə deyə bilərikmi? Elə bil ki, uşaq kukla ilə oynayır, gəlincik ilə oynayır. Aha. Özü su istəyir, gedir su içir, elə bilir ki, o gəlincik də. Aha. Ona verir. Özü acır, elə bilir ki, gəlincik də acır. Ona yemək verir. Özü yeyir, yeyirsə ona da təklif verir, ona da verir. Doğrudur müəlliməmiz. Düzdür. Və yaxud da deyirdim ki, bilmədən ayaq üstə ola dəyir incinir. Deyirdi ki, sənə görə mənim ayağım incindir. Düzdür. Bəli. Bir növ uşağın əşyalarla canlı kimi davranmasıdır. Hələ ki, fərqinə varmı? Oldu mu? Canlı ilə, yəni cansızı ayırt edə bilmir. Bu mənada olur. Animizmdə termin olaraq ilkin əməldədir. Yaxşı. Hansı mərhələnin uşaqları qruplaşdırmalar edə bilir? Qruplaşdırma konkret əməldə. Uşaqlar qruplaşdırmalar edirlərsə, artıq konkretdir. Amma tək xüsusiyyətinə görə edir desəm. Tək xüsusiyyətinə görə. O istisnaydı demişdim. Qeyd edin dəftərinizdə istisnadır. Yəni orada sənə vurğulasa ki, testdə tək xüsusiyyətinə görə uşaq qruplaşdırma tək bir xüsusiyyətidir. Tək bir dənə xüsusiyyət o ilkin əməldir. Yaxşı. Çünki bizim məsələn bağça uşaqlarımız bir dənə xüsusiyyət deyəndə rahat şəkildə bunu əməl edirlər. Məsələn deyirdim ki, böyük topu səbətə at və yaxud da qırmızı topu səbətə at. Bir dənə xüsusiyyət vurğulayanda onu rahat şəkildə əməl edə bilir, icra edə bilir. Başa düşür. Düzdürmü? Çətin olmur. Amma bir neçə xüsusiyyəti birləşdirəndə, məsələn, uşaq üçün çətin olur artıq onu gedib müəyyən etmək. İndi gəlin bir situasiya deyim sizə, diqqətli olaq. Deyirəm ki, Gülnazın ən sevdiyi rəng qırmızıdır. O uşaq olarkən qırmızının tonlarını fərqləndirə bilmirdi. Hamısını sadəcə qırmızı adlandırırdı. 8 yaşından etibarən Gülnaz qırmızının deyirəm 15-dən çox tonunu ayırt edir. Hətta onların adını da bilir. Uşaq Piaget'in hansı mərhələsindədir? Qeyd elədim ki, uşaq əvvəl fərqləndirə bilmirdi tonları. İndi uşağın 8 yaşı var
və Gülnaz artıq deyirəm ki, qırmızının 15-dən çox tonunu ayırt edir. İndi siz bu situasiyada uşağın hansı mərhələdə olduğunu düşünürsünüz? İlkin əməldə əvvəlcə tək qırmızı rəngi deyə Əvvəl deyirəm ki, qarışdırırdı, tonları fərqləndirə bilmirdi, amma indi uşağın 8 yaşı var, bunu edə bilir. Bax, indi vurğulayıram ha, diqqətli olun, uşağın yaşını da bildirəm. Uşağın indi 8 yaşı var və bunu edə bilir. Hənsən ki... Aha. 8 yaş, o 8 yaş, o 3-cü mərhələyə düşür. Bəli, 2-7 yaş ilkin idi, artıq 7-11 dedikdə bu konkret idi. Konkret əməldə. Bəli, demək əziz müəllimlər, situasiyada deyirəm sizə açar sözdən tapmaq. Mən burada həm yaşa görə tapa bilirəm. Eyni zamanda nəyi vurğuladım sizə? Dedim ki, uşaq əvvəl qırmızının bütün tonlarına fərqləndirə bilmirdi. Daha hamısına qırmızı deyirdi. İndi artıq uşaq 8 yaşındadır. Qırmızının 15-dən çox tonunu fərqləndirir. Mən də sizə demişdim ki, uşağın qruplaşdırmaları konkretdədir. Bu növ qruplaşdırdı, fərqləndi. Sonra qeyd eləmişdim ki, akomodasiya, akademik düşüncədir. Uşaq əvvəl, məsələn, rənglərə, qırmızının tonlarını görür, hamısı qırmızı deyirsə, sonra uşaq başlayır bunu fərqləndirməyə, artıq bu şəkildə düşünən uşaq konkretə düşür. İlkində artıq məntiq olunur, hamısı eyni adla deyir. Və yaxud da quşların hamısına quş deyirdi, sonra fərqləndirir daha. Fərqləndirdiyi zaman düşür konkretə. Qarışdırdığı zaman düşür ilkinə. Çünki hələ uşaqda məntiq olmadığı üçün bu cür məlumatları qarışdırır. Həm qruplaşdırmaq anlayışına görə biz bildik ki, mühakiməmiz düşdü konkretə. Eyni zamanda yaş da sizə kömək elədi ki, yaşa görə tapasınız ki, söhbət konkret əməli mərhələdən gedir. Oldu mu? Bəli. Ay, sağ ol. Hansı mərhələnin uşaqları yaşanan hər şeyi, baş verən hadisələri özləri ilə bağlayırlar? Özləri ilə bağlayır. Yaşanan hər şeyi, baş verən hadisəni özləri ilə bağlayır. Özləri ilə bağlamaq bildiniz də, mənəm anlayışıdır da, özləri ilə bağlayır, bəli. Olacaq. Doğru deyirsiniz, bəli, ilkin əməli mərhələdədir. Egosentrik düşüncə anlayışında da, düzdürmü? Hər şey özləri ilə bağlayır. Müəlliməm. Aha. Deyə bilərsinizmi ki, deyirəm ki, uşaq əlində olan əşyanı yerə atır və sonra həmin əşyanı geri istəyir. Belə deyək də, əşya uşağa qaytarıldıqdan sonra o yenidən eyni davranışı təkrar edir. Bax, bu cür davranan uşaq Piagetin hansı mərhələsindədir? Birincidə. Ay, sağ ol. Bəli, bəli. Hissətiniz biraz zəifdir. Hissə hələ ki mərhələdə, düzdür? Bəli. Ay, sağ ol. Termin olaraq da buna nə deyirik biz? Termin olaraq nə deyirik? Əşya davamlığı. Ay, sağ ol. Əşya davamlığı deyirik. Doğrudur müəlliməmiz. Yaxşı. Bütün canlılar sonunda ölür. Pələng də canlıdır. Deməli, pələng də sonunda öləcək. Bu hansı mühakimədir? Bütün canlı deyəndə ümumi deyil. Aha. Əşyadır. Bəli. Bəli, ümumidən xüsusiyə gedir. Deduktiv düşüncədir. Ümumidən aha. Xüsusiyə gedir. Deduksiyadan induksiyaya gedir. Bildim. Bu indi hansı mərhələdədir? Hansı mərhələdə baş verir bu deduksiyadırsa? Üçüncüdə konkret əməldə. Yox, deduksiya üçüncüdə olmur axı. Orada induksiya olur. İnduksiya 3-dədir. Konkretdə. Formalda deduksiyadır. Deduksiyadır. Bəli, deduktiv düşünmədir. Doğrudur. Yaxşı. Deyirəm ki, yağış yağanda torpaq yaş olur. Qar da yağanda torpaq yaş olur. Torpağa sulu nə tökülsə, torpaq yaş olur. Bu hansı mühakimədir? İnduksiyadır yoxsa deduksiyadır? Mühakimə dedikdə iki cür anlayış müəllimlər artıq ki, xəyalımıza gəlir ki, induksiya, deduksiya. Mən dedim ki, yağış yağanda torpaq yaş olur. Qar da yağanda yaş olur. Deməli, uşaqlar, torpağa nə tökülsə, torpaq yaş olur. İnduksiya. Əlbəttə induksiyadır, düzdür. Çünki burada sadaladım, sonra nəticəyə gəldim. Doğrudur, sadaladım və nəticəyə gəldim. Bu oldu induksiya, düzdür. Təşəkkür edirəm müəllimə, çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm. Məhəbbət Şxaliyev adilə qoşulan müəlliməmiz.
Bəli, müəllimə. Axşamınız xeyir. Xoş gördük müəllimə sizi də. Xoş gəldiniz müəllim. Bizi deyin əvvəlcə ki, Piaget gedək ki, kognitiv inkişaf nəzəriyyəsi oldu, yoxsa sosial inkişaf nəzəriyyəsi? Bəli, Piaget kognitiv inkişaf Ay, nəzəriyyəsidir. sağ Yəni ol. ki, ümumi inkişaf nəzəriyyəsidir. Düzdür. Piaget görə uşaq informasiyanı hazır şəkildə əldə etməlidir, yoxsa özü araşdıraraq, kəşf edərək öyrənməlidir? Xeyr, Piaget deyirdi ki, siz əgər uşağın hazır məlumatı verirsinizsə, onun kəşf etməyini əlindən alırsınız. Ay, sağ ol. Demək, biz uşağa şərait yaratmalıyıq ki, o özü axtarsın, araşdırsın, onu özü tapsın, onu özü aşkar eləsin, Aha. özü öyrənsin. Düzdür. Yəni ona zihnini sərf eləsin, ona ağlını, dərrakəsini sərf eləsin. Bu zaman uşaq daha inkişaf etmiş olar. Düzdür, doğrudur müəlliməmiz. Bəs Piaget görə əvvəl zehin gəlir, yoxsa öyrənmə? Xeyr, Piagetə görə birinci zehni gəlir. Zehin, sonra uşağın öyrənməsi baş verir deyə Öyrənməsi baş qeyd verir. edirdi. Doğrudur. İlkin əməli mərhələnin digər adı nədir? Əməliyyat öncəsi mərhələ. Doğrudur. Formal əməli mərhələnin ikinci adı nədir? Mücərrəd. Ay, sağ ol. Mücərrəd əməli. Hansı mərhələnin uşaqları xüsusidən ümumiyə düşünür? İnduktiv Ay, düşünmədir bu. sağ ol. Xüsusidən konkret əməli Ay, mərhələ. sağ ol. Doğrudur. Hansı mərhələnin uşaqları ümumiləşdirməni yaxşı aparır? Ümumiləşdirməni yaxşı aparanlar konkret əməli mərhələdə Ay, sağ ol. qalır. Bəs hansı mərhələnin uşaqları deyirəm ki, belə deyək də, məntiqi əlaqəni başa düşmür və yaxud da məlumatı şuurlu şəkildə dərk etmir? Onlar ilkin əməli mərhələdədir. Uşaqlar daha məntiqli yetişmiş olmurlar. Onlar Düzdür. Hər məsələni qeyri-ixtiyari düşünürlər. Məsələn, onlarda birbaşa məntiq olmur. düzdür. Hər məsələni çox-çox ümumiləşdirirlər, həddən artıq ümumiləşdirirlər. Həddən artıq ümumiləşdirirlər. Aha. Məsələn deyirəm ki, uşaqlar müəllimənin əlində eyni sayda qəpik var. 2 sırada qəpikləri yığıram. Bir sırada sıx, digər sırada isə aralı. Soruşanda ki, uşaqlar hansı sırada qəpik daha çoxdur? Uşaqlar aralı sırada yığıranın daha çox olacağını vurğulayırlar. Düzdürmü? Olduğunu vurğulayırlar. Bəli. Bunda səbəb nədir? Həddən artıq Ay, ümumiləşdirməli. sağ ol. Həddən artıq. Çünki məntiq olmur və çünki mən cümləmin əvvəlində qeyd etmişəm, uşaqlar eyni sayda müəllimənin əlində qəpik var. Amma öz məntiq olmadığı üçün bu məsələyə diqqət etmirlər. Bəs müəllimə, hansı mərhələnin uşaqları mühakiməyə əsaslanan artıq fikirlər formalaşır uşaqlarda? Bu artıq formal əməli mərhələdir. Yox, Çünki yox, burada yox, uşaqlar yox. daha yetişmiş. Yox, Mühakimə, konkretdə. Hayır, sağ ol. Mühakimə konkretlə başladı. Aha, Düzdürmü? bəli. Hansı mühakimə Bəli, başladı? Xüsusidən ümumiyyətdə Ay, sağ ol. induktiv düşünmə. İnduksiya buradadır. Deduksiya isə Deduksiya formaldadır. isə formal əməlidədir. Aha. Hansı mərhələ uşaqları sürətli hesablamalar edir? Konkret əməli mərhələdə. Sürətlə formal əməli Formal. mərhələdə. Amma Sürətlə. beynində edirlər Bəli. desəm hesablamanı. Beynində konkret əməli mərhələdə. Beynində edir. Amma barmaqlarında edirlər. O ilkin əməli mərhələdədir. Ay, sağ ol. Doğrudur müəlliməmiz. Hansı mərhələnin uşaqları işlərini sistemli həll edirlər, planlı edirlər? Sistemli artıq bu formal əməlidədir də. Bəs doğru deyirsiniz, afərin. Bəs hansı mərhələnin uşaqları təcrübələrinə etibar etmir? Atdıqları Onlar isə addımlara ilkin əməli yox, mərhələdə. etmir dedim, etmir. Təcrübəyə etibar etmir, atdıqları addıma diqqət edir. Onlar formal əməli mərhələdədir. Aha. Onlar təcrübələri ilə yox, artıq qayda ilə hərəkət edirlər. Aha. Bəs hansı mərhələnin uşaqları deyirəm təcrübələrinə etibar edir? Onlar isə ilkin əməli mərhələdədir, təcrübələrinə. Buyurun. Hansı mərhələnin uşaqları proaktiv suallara cavab axtarır? Formal əməli mərhələdə. Proaktiv, yəni mübahisəli, düzdürmü? Mübahisəli. Bəli, onlar debatlara qoşulurlar. Düzdür. Müzakirələrə qoşulurlar. Aha. Mübahisəli suallar, müzakirələr aparırlar. Aha, doğrudur. Hansı mərhələnin uşaqlarını deyirəm ki, bu mərhələnin deyək, çox çalışanlar uğur əldə edir. A gün də çox çalışır. Deyirəm A gün də uğur əldə edəcək. Yəni bu şəkildə düşünən uşaq Piaget'in hansı mərhələsindədir?
induktivdir, induktiv. Yox, yox, deyirəm ki, çox çalışanlar uğur əldə edir. A-gün də bu çox çalışanlardan biridir. Deməli, A-gün də uğur əldə edəcək. Onda ola deduksiya elə. Çünki birinci dedim, çox çalışanlar uğur əldə edir. Elədir. Qaydanı dediniz. Aha, sonra dedim ki, A-gün də çox çalışır. Deməli, A-gün də uğur əldə edəcək. Düzdür? Aha. Birinci qaydanı dediniz, sonra Aha, demək mən nə etdim? Formal əməli. Ay, sağ ol. Bəli, birinci mən ümumidən xüsusiyə gəldim də, düzdürmü? Sadalama etmədim. Amma sadalama etsəydim, deyirəm ki, alma, armud, heyvanlar meyvədir. Deməli, uşaqlar, bütün orqanik meyvələr insan orqanizminə xeyirlidir. Hansı mühakimə olarım? Bəli, formal əməli mərhələdir. Deduktiv. Burada məncə formal deyil. İnduksiyadır. Bax, deyirəm ki, Xüsusidən ümumiyə gəldik. Alma, armud, heyvan. Konkret əməli mərhələ. Alma, armud, heyvanlar meyvədir. Dedim və deyirəm ki, deməli, bütün orqanik meyvələr insan orqanizminə xeyirlidir. Düzdür? Ay, sağ ol. Demək, nəyə diqqət edirik? Sadalama olarsa bu induksiyadır. Böyük anlayış deyilir. Daha sonra sadalama olarsa elə bu deduksiya olacaq. Elədim. Birinci sadalama olanda olur induksiya. Yaxşı. Bir də deyək görək hansı mərhələnin uşaqlarında tənqidi təfəkkür formalaşır? Tənqidi təfəkkür konkret əməli mərhələdə formalaşır. Necə düşünürlər tənqidi dedikdə? Necə başa düşürük bunu, tənqidi düşünməni? Tənqidi, yəni əvvəlki öyrəndikləri ilə yeni aldıqları məlumatı deyirəm ki, uşağa niyə görə div pis obrazdır? Div niyə görə cırtdanı yemək istəyirdi? Məsələn, düzdür? Yəni əvvəl öyrəndiklərini yeni aldıqları məlumatla müqayisə etməkdir də tənqidi təfəkkür. Bəli, müqayisə edirlər, əsaslandırırlar, oldu mu? Bir də deyək görə bir dənə mühakimə deyək, diqqətli olun. Bütün dəmirlər möhkəm olur. Qızıl da dəmirdir. Deməli, qızıl da möhkəmdir. Bu hansı mühakimədir? Formal əməli. Ay, sağ ol. Demək, nəyə diqqət edirik? Böyük anlayış gələcəksə bu olacaq deduksiya, formaldadır. Amma kiçik sadalama olacaqsa bu induksiya olacaq, düzdür? Konkret əməli mərhələdə baş verəcək. Buna diqqət edəcəksiniz. Deyin görüm, hansı mərhələnin uşaqlarını biz qorxudan, həyəcandan, təşvişdən uzaq tuturuq? Hissi əməli mərhələdə. Hissi hərəki, əməli yox dedim, Hissi hərəki mərhələdə. Hissi hərəki mərhələdə. Hansı mərhələnin uşaqlarını nitq inkişaf edir, dil inkişaf edir? Artıq bu ilkin əməli mərhələdə. Onların başlayır nitq inkişaf eləməyə danışır. Ay, sağ ol. Bir də deyək görə, ekvilibrium nədir və hansı mərhələdə baş verir? Ekvilibrium ilkin əməli mərhələdədir. Bu uşağın assimilyasiya və akademiyasiya arasında tarazlıq qurulur bu vaxtda. Assimilyasiya ilə akademiyasiya arasında daxili tarazlıq qurulur. Belə deyək, bəli, burada tarazlığın pozulmasıdır bir anlıq ki, yəni biz böyük insanlarda da baş verə. Bunun da səbəbi hafizədə olan unutqanlıqla bağlıdır ki, məsələn, dünən keçdiyimiz dərsi bugün mən soruşanda, halbuki sən öyrənmisən bunu, düzdürmü? Sadəcə bir an deyəndə sən bunu yada salmağın olur da, düzdürmü? Bunu, bəli, gərək ki, özünü məcbur edəsən ki, bunu yada salasan. Uşağa məsələn deyirəm ki, dünən A hərfini keçmirsən, bugün B hərfini keçirsən, artıq B-ni keçəndə A-nı xatırlatma edirsən, amma görsən ki, müəyyən unutqanlıq yaranır. Bu da hafizə ilə bağlıdır, oldu mu? Və yaxud da deyirəm ki, yol keçəndə həm sağa bax, həm sola. Uşaq sağa baxır, amma bir anlıq sola baxmağı unudur, deyir, unutdum. Oldu. Amma halbuki bunu bilir ki, hansı qaydalara əməl etməliyim, amma bir anlıq unutqanlıq olur. Yenə deyirəm, bu hafizə ilə bağlıdır, ekvilibrium da. Bir də deyək görək, assimilasiya, akkomodasiya nə oldu? Assimilyasiya, demək, uşaq yeni məlumatı alaraq artıq bildiyi məlumatı əlavə edir. Yəni, yeni məlumatı alır. Köhnəyə əlavə edir. Köhnəyə əlavə edir. Akkomodasiya isə artıq məlum olan məlumatı
yeni Yeni məlumat məlumatlar alır. uyğunlaşdırır. Bəli, köhnəyə Uyğunlaşdırır. uyğunlaşdırır. Yəni bu deməkdir ki, mənim assimilyasiyada olan uşağım qarışdırırdı məlumatları. Həkimin iynəsinə, dərziyin iynəsi, balıqdan balinana, quşların hamısına quş deyirdi, güllərin hamısına gül deyirdi. Hələ fərqləndirə bilmirdi, düzdürmü? Ümumi şəkildə. Bəli. Amma akademik düşüncədə olan uşaq bunların hamısının fərqinə varır. Düzdürmü? Hətta bax canlı ilə cansızı ayırır, quşları fərqləndirir. O rəng tonlarının hamısına məsələn uşaqlardan soruşun, hamısı deyir qırmızı-qırmızıdır. Amma bir də var ki, hamısını fərqləndirir. Düzdürmü rəng tonlar? Bu ümumi şəkil qruplaşdırma deməkdir. Demək uşaqlar da qruplaşdırmalar edirlərsə, Piagetin hansı mərhələsində qruplaşdırma edirlər? Konkret əməli mərhələdə. Ay sağ ol, doğrudur. Konkretdə olan uşağımız qruplaşdırma edir. Amma tək xüsusiyyətinə görə desəydim ki, qruplaşdırma edir. Yəni bir dənə xüsusiyyətinə. Onda ilkin əməli mərhələdədir. Ay sağ, ilkin əməli mərhələdə tək xüsusiyyətinə görə edirlər. Səs bulaşması ilə də əşya davamlılığı hansı mərhələdə oldu? O hissi hərəkət mərhələdədir. Uşaq məsəl üçün biri ağlayır, o birisi də başlayır ağlamağa. Aha. Əşya davamlılığı isə əlindən hər hansı bir əşya düşür, artıq uşaq onudur, o əşya haqqında yəni bilmir mövcud olmağını o əşyanın, onudur o əşya haqqında. Bəli, bəli, yenə də deyirəm, əşya davam. Mən bunu niyə qeyd edirəm ikisini bir yerdə? Biz sadəcə hissi hərəkət mərhələdə 2 dənə termin qeyd elədik. Səs bulaşmasına, əşya davamlılığına. Digər terminləri isə ilkin əməldə qeyd elədik. Doğrudurmu? Yəni çətinlik çəkəndə terminləri öyrənmədə bunu da nəzərə alın. Əşya davamlılığı bəli, uşağın hansı ki, əvvəlcə müəyyən yaş aylığa qədər, yəni əşyalindən düşür, onun mövcud olmadığını düşünür, axırıncı ağlamır, amma 1 yaşından sonra isə əşya onun deyir gözünə görünmədiyi halda da mövcud olduğunu düşünür. Ona görə biz buna deyirik ki, əşya davamlılığıdır və uşaq ona reaksiya verərək ağlamağa başlayır, əldə etməyə çalışırdı. Doğrudur. Bəli. Bu oldu bizim əşya davamlılığımız, amma səs bulaşması da dedik ki, uşaqların bir-birinə, yəni səslərinin reaksiya verməsi. Kiçik qrupun tərbiyəçi müəllimləri bunu daha çox müşahidə ediblər. Məsələn, belə deyək də, ağlayan bir uşaq olanda o sakit uşaqda ağlayan uşağın səsinə baxaraq başlayır ağlamağa. Bəli. Reaksiya verir. Yəni bir də görürsüz hətta 2 yaşlı yox, 3 yaşlılarda da olur elə bir hal. Məsələn, mən orta qrupda işləyəndə onu hiss eləmişəm, müşahidə eləmişəm. Biri ağlayır, başlayır bir neçəsi də ağlamağa. Bəli, bəli. Halbuki heç bir problemi yox da, yəni heç bir ehtiyacları yoxdur da. Amma digərinin səsinə reaksiya verərək başlayırlar ağlamağa. Biz buna səs bulaşmasıdır və yaxud da güləndə də başlayırlar gülməyə, heç bilmirlər nəyə gülür. Amma yəni onun səsinə reaksiya verir, o da başlayır gülməyə. Buna deyirik səs bulaşması idi. Bir də deyin görüm animizm nə oldu? Animizm demək canlı ilə cansızı qarışdırmaq. Düzdür. Hansı mərhələdə qarışdırdıq dedi? O ilkin əməlidə. Qarışdırdıq. Amma dedim artıq qarışdırmır. Qarışdırmır, artıq konkret əməli mərhələdə. Bəli. Demək uşaq əgər belə situasiya olaraq sizə versək ki, uşaq canlı ilə cansızı qarışdırırsa və bu uşaqlar Piagetin hansı mərhələsində ilkin əməli, amma qarışdırmır, fərqinə varırsa və yaxud da mən sizə bunu intuitiv düşünmə də qeyd eləmişdim. 1-dən 10-a kimi saya bilən uşaqlar, ondan geriyə saya bilməyən uşaqlar olur ilkin əməli mərhələdə. Amma həm 1-dən 10-a kimi sayır, həm də ondan geriyə saya bilən uşaqlar isə konkretdədir. Doğrudur? Hər ikisini bilirlər. Bəli, müəllimə, amma bunu hər dəfə oxuyanda mənim bir şey yadıma düşür. İllər öncə hansı ki bu kurikulum yox idi. Bəli. Sovet dövrün proqramı ilə gedəndə o vaxtı 20-yə qədər saymaq idi. Riyaziyyat, məntiqi riyaziyyat, onda riyaziyyat məşğələsi adlanırdı da. Bəli, bəli. 20-yə qədər idi. İndi 10-a qədər eləyiblər. İndi fərqlidir. Məktəbə hazırlıqdadır. Orta qrupdan saymaq başlayır. Müəlliməmiz orta qrupda məsələn 5 dairəsində artıq uşaqları saymağa öyrədirik. Oldu mu? 3 dairəsində, böyükdə 5 dairəsində, artıq məktəbə hazırlıqda isə 10 dairəsində öyrətməyə başlayırıq. İndi elədir, müəllimə. O vaxtı 5 dairəsində orta qrupda idi, 10 böyük qrupda, məktəbə hazırlıqda 20 idi. Onda uşaq bizdə proqramda, məsələn, mən özüm məktəbə hazırlıqda o vaxt işləmişdim, geriyə də saya bilirdilər.
Məktəbə hazırlıq qrupunda. Bir də onu deyim ki, o keçmiş uşaqların potensialının hal-hazırki bizim uşaqların potensialı eyni deyil. Yox da. Özünüz də müşahidə edirsiniz ki, uşaqlarda nitq ləngiməsi, anlamaları, qavramalar o qədər çətindir ki, məsələn, mən eyni zamanda böyük qrupun tərbiyəçi müəllimi olaraq qeyd edim ki, məsələn, o vaxt ki, uşaqlara istinad edəndə uşaqların dilləri daha tez asılırdı və istədiyin adi, kiçik həcmli şeirləri belə rahat şəkildə öyrədə bilirdin. Amma indi uşaqlar sözləri düzgün şəkildə tələffüz edə bilmirlər, çətinliklə tələffüz edirlər və yaxud da öyrətdiyin halda çox çətinliklə öyrədirsən, yadda saxlaya bilmirlər. Yəni deyirəm, indiki dövrümüzün uşaqların əksəriyyəti belədir. Hətta məktəbə hazırlıq qrupunda istədiyimiz nəticəni əldə edə bilmirik. Potensial baxımından bəli, zəifdirlər. Yəni keçmişə istinad edə bilmirik. Amma yəni deyirəm, biz hər bir uşağın potensialına uyğun yanaşırıq, fərqli yanaşmalar olmalıdır. Belə. Təşəkkür edirəm sizə müəlliməm. Çox sağ olun. Elnarə Şamilova Adilə qoşulan müəlliməmiz. Salam müəlliməm, necəsiniz? Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Təşəkkür edirəm. Siz yaxşı olasınız. Buyurun müəllimə. Əvvəlcə qeyd edək ki, Piaget nəyin tərəfdarı olmuşdu? Piaget uşaqların özünün yəni ki, kəşf edərək, bəli, kəşf edərək öyrənməsini daha çox tərəfdarını tuturdu. Doğrudur. Ona istinad edirdi bəli müəllimlər. Yəni deyirdi ki, uşağa məlumatı hazır şəkildə verməyin, özü araşdırsın, öyrənsin, kəşf eləsin. Ay sağ ol. Yəni deyir, informasiyanı kitabdan almaq əvəzinə və yaxud da insanlardan deyir, almaq əvəzinə uşağı deyir, istiqamət verin, deyir, yəni yol göstərin, deyir, onu fəaliyyətə cəlb edin. Oldu mu? Bəli. Mən belə yadımda qalır. Çünki keçmişdə həqiqətən analarımız bir şey deyirdi, özünüz öyrənin. Ay sağ ol. Bəli. Bəzən müəllimlər mənə deyirəm ki, bu Piaget keçmişə istinad edirdi. Bəli. Doğru deyirsiniz. Bəli, Keçmişdə daha sonra 4 mərhələ. Düzdür, böyüklərimiz deyirdi ki, uşaqlar özləri öyrəniblər. Amma indiki uşaqlar belə deyirlər. Biz indi gələcək dərslərimizdə, növbət dərslərimizi biz Vygotsky nəzəriyyəsi ilə tanış olanda bizimki indi uşaqlar Vygotsky'yə istinad edirlər. Mütləq şəkildə uşağı qoymalıyıq qarşımıza, öyrətməliyik, yol göstərməliyik, informasiyanı verməliyik. Bu şəkildə onların öyrənməsi, sonra isə idraki baş verir. Amma Piaget də elə deyil. Piaget deyir ki, uşağın əvvəlcədən özünün anlama qavraması olur, daha sonra onun öyrənməsi baş verir. Qeyd elədik ki, Piaget uşaqların inkişafını hansı mərhələlərə ayırdı? 4 mərhələyə. Hissi hərəkəti, ilkin, konkret, formal əməli. Doğrudur. Yaxşı, dedi, ilkin əməli mərhələnin digər adı nədir? Sensormatik mərhələ. Sensormotor mərhələdir. Hansı mərhələ? Bu hissə ilkin əməli mərhələnin digər adı? İlkin əməliyyat öncəsi. Ay sağ ol, düzdür. Əməliyyat öncəsində yaş aralığını qeyd edək, zəhmət olmasa. Əməliyyat öncəsi 2-7 yaş, hissə hərəkəti 0-2 yaş. Düzdür. Konkret 7-11 yaş, formal əməl 11+. Yaxşı. Dedik, hansı mərhələnin uşaqları abstrakt düşünməyə başlayır? Abstrakt, konkret. Konkretdə başladı, düzdür. Amma desəydim ki, abstrakt düşünür? Formalda. Formalda artıq düşünür. Bəs hansı mərhələnin uşaqları qruplaşdırmalar edir? Konkretdə. Düzdür. Bəs hansı mərhələnin uşaqlarını həyəcandan, qorxudan, təşvişdən uzaq tuturuq? Hissi hərəkəti. Hərəkət. Doğrudur, hissi hərəkətədir. Bəs hansı mərhələnin uşaqları qeyd edirik ki, bu mərhələnin uşaqları əşyalarla manipulyasiya edirlər, həyatı hisslərlə, reaksiyalarla, reflekslərlə dərk edirlər. İlkin mərhələdir. İlkin əməli hissi hərəki mərhələdə. Hisslərdir, reaksiyalardır. Elədir. Baxın, adı ilə bağlı. Hiss, reaksiya, reflekslər. Hansı mərhələnin uşaqları qeyd edirik ki, mühakimə əsaslanan fikirlər formalaşır uşaqlarda. Mühakimə əsaslanan fikirlər. Formalda.
Mühakimə formaldan başlamır. Yaxşı yadımızda saxlayaq. Mühakimə başlayır konkretdən. Yaxşımı? Mühakimə konkretdən başladı. Və qeyd eləmişdik ki, iki cürdə mühakiməmiz var idi. İnduksiya, deduksiya. Düzdürmü? Ay sağ ol. İndi deyirəm ki, müəlliməm, durna qışda isti ölkələrə uçur. Leylək də qışda isti ölkələrə uçur. Deməli, ay uşaqlar, bəzi quşlar köçəri olur, isti ölkələrə uçur. Hansı mühakimədir? Ümumiyyətlə induksiya. Ay sağ ol, bu induksiyadır. Bax, indi deyirəm ki, indi diqqətlə dinləyək. Bütün məməlilər diri bala doğur. Balina da məməlidir. Deməli, balina da diri bala doğur. Bu hansı mühakimədir? Bu deduksiya. Ay sağ ol. Çünki ümumidən xüsusiyə getdik, düzdür? Ümumidən xüsusiyə. Hansı mərhələnin uşaqları təcrübələrinə etibar edirlər? Hər məsələdə özlərini mərkəzdə görürlər. Bu 3-4 yaş olmalıdır. İlkin əməldə. Ay sağ ol. Egosentrik nədir? Egosentrik nə düşüncədir? Egoist uşaqlar olur. Yəni hər şey özü mərkəzində görür. Hər şey buna aid olur. Bunun üçün olur. Ego, bəli, egolu uşaqlar, mən mərkəzçiliyi də qarşınıza çıxa bilər testlərdə. Mən mərkəzçiliyi ki, qeyd edin onu da dəftərinizə. Bəli, bu eyni anlayışdır. Özlərini hər bir məsələdə mərkəzdə görürlər. Egosentrik düşüncənin uşaqları, düzdür? Egolu. Mənəm deyirlər. Deyirəm ki, günəş niyə çıxır? Deyir, məni isitmək üçün çıxır. Ay mənim arxamca gəlir. Oldu mu? Hər bir məsələdə özlərini mərkəzdə görürlər. Yaxşı, bəs hansı mərhələnin uşaqları həyatı oyunlarla dərk edirlər? İlkin əməli mərhələ. Doğrudur. İlkin əməli mərhələnin uşaqları həyatı oyunlarla dərk edir. Mərkəzli uşaq, o yaşlı uşaqların mərkəzi olur. Düzdür. Bəs desəydim ki, hansı mərhələnin uşaqları qeyri-ixtiyarı, necə gəldi, puzzle yığırlar? Hissi hərəki mərhələnin uşaqları. Yox, diqqətli olun. Bax, özünüz mənə dediniz ki, oyun ilkin əməldədir. Onda qeyri-ixtiyarı puzzle yığmaq da ilkin əməli olar da. Qeyri-ixtiyarı uşaq düşünmədən yığır. Hədə ilkin əməldə yığır da onu. Amma desəydim ki, uşaq elədir. Üzürlüsən. Estağfurullah. Amma desəydim ki, uşaq qaydaya baxır yığır. Qaydaya baxır puzzle yığır. Formal əməli. Ay sağ ol. Deməz müəllimlər, qeyri-ixtiyarı necə gəldi, yəni yığırsa necə gəldi deməkdir bu. Bu ilkin əməldədir. Amma qaydaya baxıb yığmaqda, yəni istinad edirsə qayda. Demişdim ki, açar söz kimi bunu qeyd edərsiniz. Harda qayda görsəz, bilin ki, formal əməldədir. Məsələn, sizə deyəndə ki, uşaq qaydadan nümunə çıxardır. Hansı mərhələnin uşaq qaydadan nümunə çıxarır? Formal əməldə. Ay sağ ol, formal əməlinin uşağı qaydadan nümunə çıxarır. Bəs kimlər deyirəm ki, problemi sistemlə həll edirlər? Belə deyək də, nəticəli olurlar. Formal əməli. Düzdür. Ay sağ ol. Bəs hansı mərhələnin uşaqları deyirəm ki, ümumiləşdirməni yaxşı aparır? Ümumiləşdirməni formal əməli. Yox, formalda ümumiləşdirmə ola bilməz, artıq tənqidi düşünür. Ümumiləşdirməni konkretdə yaxşı apardı. Amma desəydim ki, həddən artıq ümumiləşdirmə edir. Formal əməldə. Həddən artıq ümumiləşdirmə edən uşaqlarımız olacaq ilkin əməldə. Yaxşı, ilkin əməli mərhələnin uşaqları elədir, ilkin əməlidir. Amma ümumiləşdirməni yaxşı aparır, deyirik ki, konkretdədir. Bir deyən görə, hansı mərhələnin uşaqlarına nitq inkişaf edir, dili inkişaf edir? Nitq, dil. İlkin əməldə nitqi inkişaf edir, dili inkişaf edir. Bəs körpəlik sözü hansındadır, onu da deyin. Körpəlik sözü hansında? Hissi hərəkət mərhələdə. Hissi hərəkət mərhələdə körpəlik sözlür, doğrudur. Amma dili nitqi inkişaf edir desən, bu da ilkin əməli mərhələdədir. Bəs hansı mərhələnin uşaqları deyirəm ki, abstrakt düşünür? Abstrakt?
Konkretdə Yox, abstrakt düşünmə başlayır. Konkretdə baxın başlayır deyirəm. Yəni indi başlayır da, təməli indi qoyuldu. Düzdürmü? Amma düşünür desəm, düşünür formal. Yaxşı. Formalda düşünür qeyd edilir. Bir də deyək görək animizm nə oldu? animizm canlı ilə cansız animizm canlı ilə cansız varlığı qarışdırır da o uşaqlar. Bəli, canlı ilə cansız. Uşaq məsələn ilk stol ayağına dəyəndə elə bilir ki, onu canlıdır, gedir stolu vurur. Aha, bəli. Qarışdırırlar. Bəli, qarışdırdı əziz müəllimlər, qarışdırdı ilkin əməli mərhələdə. Amma uşaq anlayır artıq bu kimi anlayışları qarışdırmır konkretdə, düzdür? Bəli. Elə idi. Ay sağ ol müəlliməmiz. Bir də deyək görə assimilasiyanın, akkomodasiyanın fərqi nə oldu? Assimilasiya hər şeyə eyni adı verir. Məsələn, itə ham-ham deyirsə, hər şeyə ham-ham deyəcək. Pişiyə də deyəcək, lüboy heyvana. Aha, pişənilən heyvanlara da, aha, gördük. Bəli, qeyd edəcək. Aha, məlumat. Harda görsə, ona ham-ham deyəcək. Bəli, bəli. O birisi Akkomodasiya da akademik düşüncədir müəllimlər. Aha. akademik düşüncədir. Burada uşaq konkret anlayır, bu itdir, o pişikdir, o göyərçindir, quşdur. Yəni quşu da ayırd eləyə bilir. Aha, bəli, müəllimə. Hər bir əsəyə öz adını verir. Aha, bəli, bəli. Artıq fərqinə varır. Hər cür cinayət qanun pozuntusudur. Oğurluq işi də cinayətdir. Deməli, oğurluq işi də qanun pozuntusudur. Bu hansı mühakimə oldu? Bu deduksiyadır. Çünki ilk öncə ümumi gəlir, sonra xüsusi. Bəli, böyük anlayışı dedim, sonra kiçik anlayışı vurğuladım. Düzdür. Buna görə də biz deyirik ki, bu deduksiyada Piaget'in formal əməli mərhələsində baş verir. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Nofel Bəkirova adlı qoşulan müəlliməmiz. Bəli, müəllimə, buyurun. Xoş gördük. Hansı müəlliməmizdir? Müəllimə Aynurə müəllimədir. Aynurə müəllimə. Əvvəldə olmuşdum sizdə. Aha, bildim müəllimə. Aynurə müəlliməmiz. Bəli. Buyurun, başlayaq. Siz bizə qeyd edin. Piaget nəyin tərəfdarı idi? Müəllimə, Piaget zehni inkişafın tərəfdarı idi. İstəyirdi ki, uşaqlar əvvəlcə özləri kəşf edərək öyrənsinlər. Aha. Yəni burada Piaget informasiyanın hazır şəkildə verilməsinin tərəfdarı deyildi. Düzdürmü? Özünün müstəqil kəşf etməsinin tərəfdarı. Necə ki, keçmişə istinad edək biz. Düzdür? Bunu ki, uşaqlar özləri öyrənirdi. Sökürdü, yığırdı. Düzdürmü? Müxtəlif məlumatları özləri araşdıraraq öyrənirdi. Bəli. Yaxşı. Piaget dedi uşaqların inkişafını neçə mərhələyə ayırdı? 4 mərhələyə ayırmışdı müəllimə. 0-2 yaşa, 2-7 yaşa, 7-11 yaş və yaxud 12 yaşda ola bilər. Bir də formal əməli 11-12+. Aha, doğrudur. Piaget'in hansı mərhələsindəki uşaqlar məntiqi əlaqəni anlamır, məlumatı şüurlu şəkildə dərk etmir? 2-7 yaş arası hissi hərəkət mərhələsi. Bəs hansı mərhələnin uşaqları artıq məntiqi əlaqə bu mərhələdə daha yaxşı inkişaf edir? Konkret əməldə daha yaxşı inkişaf edir. Tənqidi təfəkkürün daha yaxşı inkişaf etdiyi dövr hansıdır? Daha yaxşı tənqidi təfəkkür formal əməldə inkişaf edir. Doğrudur. Hansı mərhələnin uşaqları artıq deyirəm öz təcrübələrinə etibar edirlər? İlkin əməli mərhələni 2-7 yaş uşaqlar. Bəli. Bəs öz təcrübələrinə etibar etmirlər. Artıq atdıqları addımlara diqqət edirlər. Konkret əməlidə. Yox. Formalda.
Aha, artıq təcrübəyə etibar etmirlər. Çünki artıq böyük düşüncədir. Onlar işlərini sistemli, planlı, nəticəli edirlər. Məqsəd yönlü insanlar da əvvəlcədən işini planlaşdırır, sonra reallaşdırır. Və onlar yaşanan təcrübəyə etibar etmirlər. Məsələn, biz bildik ki, ilkin əməl yaşanan təcrübəyə istinad etdi. Hətta qeyd edir deyə uşaq bir dəfə əlini isti çaydana toxundurub yandırır. İndi əlini digər əşyaya toxundurmur ki, əlim yanacaq. Düşünür ki, digər əşyalar da isti ola bilər. Uşağın bu cür düşünmə səbəbi nə idi? Həddən artıq ümumiləşdirmə etməsi. Ay sağ ol. Eyni zamanda vurğulayırıq ki, məntiqin olmaması, düzdürmü? Bəli. Amma dedik ki, uşaqlar ümumiləşdirməni yaxşı aparır hansı mərhələdə? Ümumiləşdirməni yaxşı aparır konkret əməldə. Düzdür. Pis aparır. Ümumiləşdirmə aparır. O ilkin əməlidə. Düzdür, ilkin əməlidə. Kimlər barmaqlarını hesablama edir və yaxud da yazaraq edir? İlkin əməli. İlkin əməldə edir, yaxşı. Bəs hansı mərhələnin uşaqları sürətli hesablama edir? Sürətli hesablama edirlər, müəllimə. Sürətli hesablamanı konkret əməl yox, formal əməllə uşaqları edir. Konkretdə isə beyinlərində hesablama edirlər. Konkretdə isə ay sağ ol, beyinlərindədir. Demək, əziz müəllimlər, ilkində barmaqda etdilər, konkretdə beyində etdilər, formalda sürətli hesablama etdilər, yadda saxlayaq. Hansı mərhələnin uşaqlarında səs bulaşması olur, əşya davamlılığı olur? 0-2 yaş sensmotor uşaqlarda. Aha, düzdür. Bəs hansı mərhələnin uşaqlarında deyirim ki, ekvabiliyum olur, assimilasiya olur? Hissi hərəkətdə, əməliyyat öncəsində müəllimə. İlkin əməlidə. Düzdür? Hə, düz deyirsiniz. İlkin əməlinin adı, digər adı əməliyyat öncəsidir, doğrudur müəlliməmiz. Bəs hansı mərhələnin uşaqlarında deyirik ki, intuitiv düşünmə olur? İntuitiv. Geri saya bilmirlər müəllimə. O da ikinci mərhələnin uşaqlarındadır. Aha, ilkin əməli mərhələnin uşaqlarındadır, bəli. Amma desəydim uşaq həm birdən ona, həm də ondan geriyə saya bilir. O zaman deyəcəksiniz ki, bu hansı mərhələnin uşaqlarıdır? Konkret əməlinin uşaqlarıdır. Bəli, konkret əməli mərhələdə hər ikisini bacarırlar, doğrudur. Mühakimə əsaslanan fikirlər formalaşır. Hansı mərhələnin uşaqlarında? Formal əməli uşaqlarda. Yox, mühakimə. Aha. Hə, başlayır müəllimə. İnduktiv düşüncə olaraq başlayır konkret əməlidən, sonra deduktiv düşüncə olaraq formal əməlidə davam edir. Ona görə sizə deyəndə ki, mühakimə əsaslanan fikirlər formalaşır. Mühakimə sözünü görən kimi onu konkret götürərsiniz. Yaxşı, konkretdən başlayır. Hansı mərhələnin uşaqlara başqalarının yanaşmalarının fərqinə varmırlar? Bütün prosesin mərkəzində özlərini görürlər. İkinci mərhələ, ilkin əməlinin uşaqları. Ay, sağ ol, düzdür. Mənəm deyirlər. Biz buna egosentrik düşüncədə deyirik. Doğrudur. Bəli, müəllimə. İnadkar olurlar da, öz dediklərini düzgün hesab edirlər. Aha. Yaxşı, belə bir məsələn uşağa nümunə verirsən ki, uşaqlar, baxın, eyni miqdarda suyu, biri dar, uzun, digəri isə enli yastı qaba tökürəm. Uşaq Piagetin hansı mərhələsində olan uşaq uzun qabda olan suyun daha çox olduğunu vurğulayır. İlkin əməldə olan uşaqlar. Ay, sağ ol. Yəni də buna görə bir digər müəllimlərə də müxtəlif suallar verdim. Yəni məntiqi düşünmə deyil də. Bax, deyirik, həddən artıq ümumiləşdirmə edir, məntiq olmur. Yəni uşaq burada məntiqini başa düşmür. Deyirsən, qeyd edirsən ki, eynidir. Sadəcə uşaq böyük olan düşünür ki, yəni bir xüsusiyyətə görə nəticə çıxardır da, daha çox bu olacaq. Oldu? Bəli. Aha. Hansı mərhələnin uşaqları qeyri-ixtiyarı necə gəldi puzzle yığırlar? 2-7 yaş uşaqlar ilkin əməli. Qeyri-ixtiyarı puzzle yığırlar, necə gəldi puzzle yığırlar ilkin əməlidir. Amma qaydaya baxıb yığırlar desəm? Konkret əməli. Uşaq qaydaya baxıb puzzle yığırsa? Qayda varsa formal əməlidir. Ay, sağ ol, bax onu qeyd edir. Bəli, cümlədə qayda varsa, az öncə də vurğulamışdıq müəlliməmiz. Biz artıq bilirik ki, söhbət formal əməli mərhələdən gedir. Uşaqlar qaydaya baxıb nümunə çıxarır. Qaydaya baxıb yenə formal əməldir. Qayda varsa formal əməldir. Ay, sağ ol. Qayda varsa formaldır, düzdür. Biri təzə alınmış kitabları rəfdə saxlayır. Əli və Nino kitabı da rəfdədir. Deməli, Əli və Nino kitabını təzə almısan. Bu hansı mühakimədir? İnduksiya yoxsa deduksiya?
Müəllimə necə idi? Təzə alınan kitablar Biri, rəfdədir. yəni bir nəfər təzə alınmış kitabları rəfdə saxlayır. Əli və Nino kitabı da rəfdədir. Deməli, Əli və Nino kitabını da təzə almısan. Onda bu deduktiv düşüncədir da müəllimə. Ay, Bütün sağ ol. kitablar rəfdədir. Əli və Nino'da. Aysa onlardan biridir, düzdürmü? Ona əsaslanaraq. Aha, bəli, bəli. Ona əsaslanaraq deyirik ki, prosta burada məsələn bəzən müəllimlərə ad çaşdırır. Əli və Nino sadəcə kitabın adıdır. Yəni bu kitab da ordadır. Oldu mu? Bu da deduktiv düşüncədir. Ümumidən xüsusi Piaget'in formal əməli mərhələsində baş verir. Deyirəm ki, bütün canlılar sonunda ölür. Pələng də canlıdır. Deməli, pələng də sonunda öləcək. Bu hansı mühakimədir? Deduktiv düşüncə. Əvvəlcə qayda gəldi. Ay, sağ ol. Bu da deduksiyadır, doğrudur. Yaxşı. Yağış yağanda torpaq yaş olur. Qar da yağanda torpaq yaş olur. Torpağa sulu da tökülsə, torpaq yaş olur. Bu hansı mühakimədir? Deduktiv düşüncə. Bu induksiyadır, düzdür. Sadalama oldu, sonra nəticəyə gəldik. Düzdürmü? Bəli müəllimə. Ay, sağ ol, doğrudur. Müəlliməmiz. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun müəllimə. Aynur Qarayev adilə qoşulan müəlliməmiz. Aynur müəlliməmiz. Axşamınız xeyir müəllimə. Xoş gördük Aynur müəlliməm. Necəsiniz? Xoş gördük. Sağ olun, siz necəsiz? Yaxşı olasınız, təşəkkür edirəm. Aynur müəlliməmiz, siz bizə deyin, Piagetə görə nitqin rolu minimal idi, yoxsa maksimal idi? Minimal idi. Minimal idi. Piagetə görə kəşf etməli idi uşaqlar, yoxsa başqasından informasiya almalı idi? Kəşf etməyə daha çox üstünlük verirdi ki, uşaq özü hər bir şeyi əldə etsin, Ay, kəşf sağ ol, etsin, elə doğrudur. öyrənsin. Qeyd elədik ki, Piaget uşaqların inkişafını 4 mərhələyə ayırdı. Hissi hərəki mərhələnin digər adı nədir? Sensomotor mərhələsi 0-2 yaşı əhatə edir. Ay, sağ ol. Aynı deyin görüm hansı mərhələnin uşaqlarında körpəlik sözü olurdu. Onlar əşyalarla manipulyasiya edirdilər. Elə hissi hərəki mərhələni əhatə edir Düzdür. sensomotoru. Müəllimlər, əşyalara manipulyasiya, yəni əşyaya toxunaraq kəşf etmək deməkdir. Manipulyasiya toxunmaq deməkdir. Manipulyasiyonu nəzərdə tutur, bəli. Ay, sağ ol. Hansı mərhələnin uşaqlarını qorxudan, həyəcandan uzaq tuturuq? Hissi hərəkini 0-2 yaşı. Düzdür. Bəs hansı mərhələnin uşaqlarında oyun uşaqların həyatının mərkəzində dayanır? Oyunlarla oynamaq ilkin əməllidir, Ay, əməliyyat sağ ol, öncəsidir. doğrudur. Yalnız bir dənə İki oyunda yaş testlərdə əhatə qarşınıza çıxa bilər. Belə deyək də, gözümüzü əlimizlə yumuruq, diddə oyunu oynayırıq ha. Bax, o reaksiyalara əsaslandığı üçün bir dənə onu hissi hərəkəyə götürürük, oldu mu? Amma qalan bütün oyunlar dedikdə ilkin əməli mərhələ və yaxud da bunu sizə nümunədə çəkə bilər oyunlar. Məsələn, deyəcək ki, didaktik oyunlar, qaydalı oyunlar, yaradıcı oyunlar, oldu mu, stol üstü oyunlar adlarını çəkə bilər sizə. Bunlar ilkin əməl mərhələdə reallaşır. Hansı mərhələnin uşaqları deyirik ki, müəllimə, həddən artıq ümumiləşdirmələr edirlər? İlkin əməllidir, müəllimə. Düzdür. Bəs ümumiləşdirməni yaxşı aparırlar desəm, yaxşı aparırlar. Konkret əməli. Konkret əməldə yaxşı aparırlar, doğrudur. Bəs hansı mərhələnin uşaqları qruplaşdırmalar edirlər? Qruplaşdırma. Qruplarla konkret əməlidir. Ay, sağ ol. Bəs hansı mərhələnin uşaqlar abstrakt düşünmə başlayır? Başlayırsa, müəllimə, konkret əməlidir. Düşünə bilirsə, Düşünürsə formal artıq, əməli. bəli, formaldır. Hansı mərhələnin uşaqları proaktiv suallara cavab axtarır? Müəllimlər, proaktiv mübahisəli deməkdir. Aha. Konkret əməli olar da. Mübahisəli məncə formal olar. Daha uşaqlar belə məsələləri artıq mübahisəli məsələlər dedikdə artıq böyük-böyük mücərrəd anlayışlar nəzərdə tutulur ki, məsələn, dostluqdur, iftiradır, yoldaşlıqdır, ədalətdir. Məsələn, belə şeylər artıq uşaqlar üçün maraqlı gəlir ki, bunlar nə deməkdir? Artıq özləri üçün aydınlaşdırırlar, oldu mu, mühakimə yürüdürlər, proaktiv sual, yəni mübahisəli suallara cavab axtarırlar, oldu mu? Bu olacaq formalaşmış düşüncə. Konkret əməli mərhələnin uşağı hələ məktəbə təzə gedən bir uşaqdır da, düzdürmü? Məktəbə qədərdə məktəbə yola salmısan, düzdürmü? Çünki 7-11 deyirsən da. Bəli, ibtidai sinif uşaqlarını. Mən hardasa 10-11 yaşı nəzərdə tutdum. O heç 7-də nəzərdə tutmurdum. 10-11-də
İndikilər vallahi hər şeyi bilir. Hər bir şey. Aha. Bunu biz artıq 11 Ona 12 görə onu nəzərdə tutub elə dedim. Ay, Düzdür. sağ ol, 11 bəli, üstü bəli. olar. 7-dən 11-ə qədər doğru deyirsiz. Konkret əməli mərhələdir. Bəs hansı mərhələnin uşaqlar deyirik ki, qaydadan nümunə çıxarır? Qaydadan nümunə. Qaydada nümunədirsə, adından da göründüyü kimi formal Ay, əməlliyə sağ ol. nəzərdə Bəli, qaydadan tutulur da çıxarır. formaldadır. Düzdür. Cümlədə uşaqlar hansı mərhələnin uşaqlar necə gəldi? Qeyri-ixtiyari puzzle yığırlar. Onlar qeyri-ixtiyarı ilkin əməlidir. Aha, amma qaydaya baxıb yığırlar desəm. Formal əməli. Qaydaya baxır formal əməlidir, doğrudur. Bəs hansı mərhələnin uşaqları deyirəm ki, hər bir məsələdə özlərini mərkəzdə görürlər. Hər bir məsələni özlərinə Əməl bağlayır. egosentrizmi ilkin əməlidədir. Düzdür, egosentrik düşüncədir uşaqların, doğrudur müəlliməmiz. Yaxşı, bəs animizm nə oldu? Canlı və cansız varlıqları ayırd edə bilməmələri. Hələ ki qarışdırmaz. Bəs ekvilibrium nədir? Qarışdırmalı. Necə? Ekvilibrium nədir? Biliyorum. Onu o şeydir da, elə bir hafizədə unutqanlıqdır. Bəli, uşağın unutqanlığı ilə tarazlığın pozulması ilə bağlıdır da. Məsələn, biri yadına düşür, digərini unuda bilir. O da 5-10 saniyəlik olur. Sadəcə özünü məcbur edəndə artıq xatırlaya bilir, yada sala bilir. Bir anlıq deyir, tarazlığın pozulmasıdır. Bu da ekvilibriumdur ki, biz böyük insanlarda da bu başı verə bilir. Və bunu qeyd edib ki, termin olaraq ilkin əməli mərhələnin uşaqlarında doğrudur. Yaxşı, hansı mərhələnin uşaqları qruplaşdırmalar edir? Qruplarla konkret əməlidir. Tək xüsusiyyətdən görə qruplaşdırma edir, tək, yəni bir dənə xüsusiyyətdən görə. İlkin əməli. Düzdür, ilkin əməldə bir dənə xüsusiyyətin. Hansı mərhələ uşaqlarında intuitiv düşünmə olur? İntuitiv düşünmə o ilkin əməlidir. İlkin əməldir. Yəni uşağın birdən 10-a kimi saya bilməsi, hətta bunu birdən 10-a kimi Ondan demir. geriyə saya bilməmək. Testlərdə bu tərsinə saya bilməmək kimi də düşür, oldu mu? Yəni uşaq tərsinə düşünə bilmir, yəni tərsinə demək istəyir. Bu intuitiv düşünmədir. Yaxşı, geriyə yəni saya bilməməsidir. Oldu. Amma hər bacarırsa hər ikisini, situasiyada artıq intuitiv terminini vermir də. Deyir ki, həm uşaq həm birdən 10-a qədər, həm də ondan geriyə sayır. Bu şəkildə situasiyanı verir. Sən artıq deyirsən ki, bu ikisinə bacarırsa artıq konkret əməli mərhələyə düşəcək. Düzdür? Demək müəllimə, uşaqda mühakiməyə əsaslanan fikirlər formalaşır. Piagetin hansı mərhələsində? Mühakiməyə əsaslanan fikirlərin formalaşması. Konkret əməli. Konkret əməldədir. Hansı mühakimədən söhbət gedir konkretdə? Konkret əməlidirsə orada induksiyadan. Ay, sağ ol. Induksiya xüsusidən ümumiyyədir, yoxsa ümumidən xüsusiyyədir? Xüsusidən ümumiyə. Xüsusidən ümumiyyədir, düzdür. Bütün dəmirlər möhkəm olur. Qızıl da dəmirdir. Deməli, qızıl da möhkəmdir. Hansı mühakimədir? O deduksiya. Bəli, bütün dəmirlər dedim də, düzdürmü? Bəli. Bəli. Durna qışda isti ölkələrə... Belə bir şey hardasa açar söz kimi larları götürmüşəm. Bəli, onu hər kəs müxtəlif cür olur. Elə bir ki, tərəzinin gözünə qoyun onları. Amma biraz insan yadında saxlaya bilmir deyərlər. İndi biz də görsən ki, larlar düşmür. Məsələn, belə bir sual verdim. Hər cür cinayət, qanun. Sadalama ilə əsas Ay, götürmüşəm. sağ ol. Onu da ona görə deyirəm. Elə bir tərəzinin gözünə qoyun, görün ki, birinci hissə daha çox ağır gələcək, yoxsa ikinci dediyim cümlə ağır gələcək. Sadalama ilə götürmüşəm. Biraz uçaşdırıcıdır. Bəli. Çünki həmişə larlar olmur, çünki amma mən də müəllimlərə deyirəm ki, gördünüz, tapa Bildim, bayaqdan bilmirsiniz. qulaq asıram, görürəm ki, elə şey yoxdur da, açar sözü yoxdur. Bəli. Deyirəm, durna qışda isti ölkələrə uçur. Leylək də qışda isti ölkələrə uçur. Bəzi quşlar köçəri olur, isti ölkələrə uçur. Bu hansı mühakimə? Burada sadalamadır da müəllimə, induksiya. Ay, sağ ol. Artıq bəli bir deyirəm, sonra nəticəyə gəlirəmsə, bəli bu sadalamadır. Induksiya Piagetin konkret əməli mərhələsində baş verir. Bütün məməlilər diri bala doğur. Balina da məməlidir. Deməli balina da diri bala doğur. Burada da müəllimə induksiya. Bütün məməlilər diri bala doğur dedim. Ha, bəlkə deduksiyadır. Çaşdım müəllimə, çaşdım, əstəğfurullah. Yox, deduksiya. Aha, deduksiyadır. Böyük yanlışdı ona görə, düzdür. İmtahanı uğurla vermək üçün çoxlu oxumaq lazımdır. Aysel də imtahan verəcək. Deməli, Aysel də çoxlu kitab oxumalıdır. İmtahanları. Konkret əməli induksiya.
imtahanları uğurla vermək üçün çoxlu oxumaq lazımdır. Bu Aysel də imtahan verəcək. İmtahanları. Deduksiya. Bəli, imtahanlar çoxdur. Bu imtahan verənlərdən biri də Aysel də deyirəm imtahan verəcək. Düzdürmü? Bir də Ayseldir. Deməli Aysel də çoxlu kitab oxumalıdır, düzdür? Aha, ona görə deyirəm böyük anlaşdır. Bütün canlılar sonunda ölür. Pələng də canlıdır. Deməli pələng də sonunda öləcək. Burada induksiyadır. Mən onu daşdım. Mən onu konkret onları onları mən özümdə şey eləyirəm ki, hardasa öyrənə bilim. Bax, bütün canlılar sonunda ölür dedim. Bütün sözü birinci gəldi. Hansı olar? Deduksiya. O sol deduksiya olar da, ümumi anlayışdır, deduksiya olar. Ümumidən xüsusi. Bunu yəni belə deyək də, indi biz uşağın dili ilə deyirik, amma bizim Azərbaycan dilində qaydaya keçsək deyirəm ki, əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. Mən artıq qaydanı dedim, düzdürmü? Sonra deyirəm ki, kitab sözü isimdir. Yəni mən birinci ümumi qaydanı deyirəmsə, sonra bir nümunə deyirəmsə, bu deduksiya olur. Oldu mu? Amma onun əksini desəm ki, kitab, qələm, dəftər isimdir. Əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. Artıq yəni mən burada sadaladımsa, sonra qaydanı dedimsə, bu induksiyadır. Yəni bizim öyrəndiyimiz, böyüklərin öyrəndiyi dildə desə, bu şəkildədir. Amma uşağın başa düşüləcəyi dildə sadə misallar, primitiv misallar çəkəndə, bax indi dediyim kimi də çəkir sadə bir neçə sadalayırsan, sonra nəticəni deyirsən və yaxud da birinci nəticəni deyirəmsə, böyük anlayış deyirəmsə, sonra bir dənə nümunə çıxardıramsa, bu olur deduksiya. Yaxşı. İndi mən dərsinizin kaydını göndərəcəm. Ona təkrar baxarsınız. Oldu mu? Oldu. Təşəkkür edirəm sizə də müəllimə. Çox sağ olun. Siz sağ olun.